Xumsdur. Bunu heç nə əvəz eləməyəcək. Xums nədir? Qoyun izah edeyim fürsət düşmüşkən. Xums budur ki, insan ildə bir gün müəyyən eləyir, bir gün. Məsələn, hansısa, istər miladi təqvimlə eləyə bilər, istər hicri qəməri ilə. Kasıb varlı fərqi yoxdur. Mən kasıb adamam, özümü güclə təmin edirəm, fərqi yoxdur. Və mən varlı adamam, xeyri yoxdur, fərqi yoxdur. Bir gün özünə təyin edirsən. İlin müəyyən gününü, həmin gün bütün xərcləri təmin eləyəndən sonra, ailəvi təmin eləyəndən sonra baxırsan ki, mənim əlimdə artıq nə qədər pul qalıb. Məsələn, qalıb 100 manat. Məsələn, 100 manatın 20 manatı sənin deyil, xumsdur. Xumsu verirsən ya müctehidə, ya onun icazə verdiyi şəxslərə. Xumsu o insanlara verə bilərsiniz, verməlisiniz. Sən deyirən ki, yox, mən onu vermirəm, amma kasıblara əl tuturam. Qardaş, kasıblara əl tutmaq ayrı şeydir, xums vacibdir. 1 manatı mal var, qarışsa ibadətin qəbul deyil. Qiyamət günü İmam Zaman tələb eləyəcək xumsu bütün insanlardan. Tələb eləyəcək.